Baxırıq 8-ci suala. 8-ci sualın izahına baxanda görürük ki, bizdə üçünün tam olaraq verib 20, 10, 30. Deməli, ümumi bunların cəmi eləyəcək 60. Ümumi cəm 60 edir. Deməli, x faizi, yəni x faizi vururuq 60-a, bölürəm 100 faizə, bərabər eləyirəm əvvəla 1. 20'ye. Birinci aldı 20'ye. Bura 20'ye beraber eləyəndə buradan x'i tapsaq 33,3 düşür. Yuvarlaqlaşdırıb bunu 30,3% götürmüş olacaq. İkinci hissəyə baxsaq, x faizi vururuq 60'a, bölürük 100 faizə və bərabər eləyirik ikinci halda 10'a. 10'a bərabər eləyəndə də burada da x'lər gedər 6. Bu da təxminən gəlib düşəcək 17. Yuvarlaqlaşdırıb 17% almış olacaq. Deməli, üçüncü halda yenə də x faizi 60 ədədinin üzrə vurub 100%-ə bölüb bərabərləsək 30'a və 30'a bərabər eləyən zaman artıq biz burada deməli saniyə, aha 30'a bərabər eləyən zaman biz burada 50%, x-in 50% olmuş olduğunu görəcəyik. Cavab burada deməli 8'e A variantı olmuş olur. Keçirim növbəti sualımızın izahına, 9-cu suala. 9-cu sualda rahat bir sual tiplərindən bir nümunədir. Deməli, burada baxsaq, deməli əvvəla bura baxırıq ki, bura olacaq 400-500-ün arasında 450-dir. Deməli, ikinci halda 500-lə 600-ün arasındadırsa, deməli, bu da təxminən 540-a yaxındır. Deməli, bu 700-lə 800-ün arasındadırsa, deməli, bu da 750-dir. Bu isə, deməli, 200-lə 300-ün arasındadır və daha çox 300-ə yaxın olduğuna görə bunu 270 götürsək, indi gəlib bu diapazona baxmaq lazım ki, hansı diapazonda belə qiymətlərimiz var. Əvvəla bu aralığa baxsa, ilk öncə burada başlamalı 450 ilə, yəni özümüzü çaşdırmırıq. 450 ilə başlayan qiymət götürmək lazımdır. 540 ilə və bitməlidir 270-dən. Bura baxırıq ki, burada zaten bu istiqamətdə yoxdur. Bu istiqamətdə də yoxdur. Bir dənə baxırsınız ki, bura 450, 540, 750 və 270. Bu hansı diapazondur? Deməli, B4, Y4 diapazonu olmuş olacaq. Cavab olacaq C variantı. Bu da belə. Keçirin növbəti sualımızın izahına. Növbəti suala baxırıq ki, deməli 10-cu suala baxırıq. Ekranı təmizləyək. Deməli 10-cu sualda deməli baxırıq bura. Əvvəla bu hissəni baxsaq, 3 plus B2. B2 5-dir, B1 5-dir. 5-i 2-yə vuracam 10. 10-un üstünə 3 gələcəm. 13, 20, bu eləcək 26 bu hissə. İndi buranı tapsaq, deməli C1. C1-i mən yerinə x yazaram. Eləyər 4x, çıxaq 5, üstə gələk 6. Buranı da sadələşdirsəm 4x plus 1 alaram. Artıq buranı silirəm. 4x plus 1 şəklində yazmış olacam. Aha. Keçir bu birisi tərəfə. Deməli, burada nə olacaq indi? Deməli, 2, B1 neçədir? 5-dir. 5-i 2-yə vuracam 10, üzərinə 3 gələcəm 13. Burada eləyəcək 26. Deməli, mən buranı da silirəm. Artıq burada 26 yazmış olacam. Burada 26 yazıram. Bura baxırsınız ki, bura 26, bura 26. Buranı bilmirik. Bax, burada 4x plus 1 idi. Əvvəla bir şeyə nəzər salmaq lazım ki, burada iki ifadənin qiymətinin 40 olmuş olduğunu biz bilirik artıq. 40, 40, 20. Deməli, Burada 20'ni gedib faizini tapsanız, 26'nın faizini tapsanız, deməli bu 40% eləmiş olur. Deməli burada iki dənə ən böyük, bir ən kiçik var. Bu da 40'ın yarısı 20% isə, baxırıq bura, 40'ın yarısı 20%. Deməli o zaman 4x plus 1, 26'nın da yarısı, baxın, bura düşən ümumi şəkildə 13'ə bərabər olmalıdır ki, biz də buradan rahat şəkildə 3'ü tapmış olaq. Cavab olur 3. Keçirin növbəti sualımızın izahına. 11-ci sualın izahında qeyd eləyək. Deməli, burada Bakı, Saatlı, Sabirabad ifadələr verilibdir və burada əsas məsələ nədən ibarətdir? Biz burada diqqət yetirməliyik ki, əvvəla birinci hissədə 100-dür. Baxın, A-da nə durub? 100 ilə 60. Gedib birinci tapmalıyım. 160 olan variantı götürməlisiniz. 160. Bura 100-dür, məsələn, bura 60. Görüb digərləri də uyğun gəlir. Birinci yerdə 80, ikinci yerdə 70 dayanmalıdır. Baxıram bura həqiqətən 80 və 70 düzdür. Sabirabada baxsam 90 ilə 110, bura 90-dır. Deməli, burada 110, deməli ilə avtomatik cavab buradan çıxmış olur ki, cavab A variantıdır. Keçirin növbəti sualımızın izahına. Növbəti sualımızın izahına keçirik. Deməli, burada aha, bu suala da ekranı təmizləyək. Baxaq. Deməli, bu sualda nə deyir? Yenə də diapazonu istəyir bizdən. İstəsən, əvvəla bura fikir verirsiniz ki, burada 1, 2, 3-dən düzülüb. 3 düzülüb, düzdür? Deməli, burada birinci qiymət 6 olacaq. İkinci 6 ilə 8-in arasında deməli təqvim 7-dir. Və 8 ilə də onun arasında deməli qiymət 9-dur. Birinci yerdə 6 durmalıdır. İkinci yerdə 7, üçüncü yerdə 9 durmalıdır. Və bu da baxırıq ki, hansı qiymətdədir? 6, 7, 9. Baxın, bu istiqamətdədir. Hansı aralıqdadır? A2 və C2 diapazonu olmuş olacaq. Cavab olacaq
C variantı. İndi isə keçirik növbəti sualımızın izahına. 13-cü suala baxıram. 13-cü sualda hazır düstur əsasındadır. Yerinə yazacağıq sadəcə. Baxın, burada x, y bərabərdir. X-in kvadratı üstəgələ k-nı bizə verib və burada yerinə nəyə yetirəcəyik? X-in kvadratına. Baxıram, x-in kvadratı deyəndə, yəni x kvadratını yerinə hansı ifadəni yaza bilərik? Məsələn, buraya baxırsınız ki, bu harda durub? Baxın. X-in yerinə bir dəfə gəlib 1-i götürsəm, məsələn 1-in yazsam, 1-in kvadratı üzərinə gələk. K-nın yerinə nə yazacağam? K-nın yerinə mənə 10 dəyərini verib, 10 dəyərini yazmış olacam. 10 dəyərini yazacağam. Deməli, sonda deyir ki, bu ifadəni yerinə yetirəndən sonra cavab birinci halda mən 11 almalıyım. Həqiqətən də alıram. Görək bu dediyimiz bu qayda. Y-i 11 aldım. İkinci də aiddirmi? Bəli, aiddir. Həqiqətən də ikinci yerdə mən 2-ni götürərəm. 2-ni götürərəm. Həqiqətən onu da üzərinə gəlsəm, burada yenə 2, 2, 4, 14 almış olacam. Diqqət yetirirsiniz ki, burada dəyişən dəyişməyən nə var? Deməli, burada 10 hər zaman sabit qalacaq və burada dəyişən nə olacaq? Deməli, A, indi Y-in gəlin düsturunu düzəldək biz. Y nə olacaq? Deməli, Y hansı dəyərləri alacaq? Burada X-in yerinə nə düşəcək? Birinci yazacağım A4, A4, A4-ün kvadratı. Baxıram variantda da ki, A4-ü 2 dəfə A4-ə vurub. Deməli, A4 vuraq A4. Üzərinə gələcəm. İndi sonra qeyd eləyəcək ki, hansı ifadə dəyişəcək, hansı dəyişməyəcək. Burada baxırsınız ki, həqiqətən A4-ün qiymətləri zaten dəyişə-dəyişə gedəcək. Mən buraya heç bir dollar şahisi qoya bilmərəm. Amma bircə məqamı diqqət yetirməliyəm ki, burada 10 rəqəmi heç bir zaman dəyişməyəcək, sabit qalacaq. Bu da harda yerləşir? B1 xanasında. Deməli, mən burada bu 13-cü belə deyək, 13-cü sualda isə 13-də mən B1-i yazmış olacam. Bunu da dollar qoymalıyam ki, bu ümumiyyətlə sabit qalmalıdır. Olacaq B variantı. Keçirin növbəti sualımızın izahına 14-cü sualda. 14-cü sualda normal sual tiplərindən biridir. Aha, deməli bura baxırıq. Deməli deyir ki, 5, 6, 3. Ümumiyyətlə bizdə soruşduğu nədir? Burada dayanır 6-da. İkinci halda dayanır. Baxırıq. Baxın, birinci halda budur. Birinci hal budur. İkinci halda 3-dür. Bax, burada da kəsişdiyində neçə duracaq? 2 duracaq. Əvvəlcə kəsişməyə baxacağım. 6, 3 və 2. 6, 3, 2 olan diapazonu girib tapmalıyam. 6, 3, 2. Hansı aralıqdır? A2-dən, deməli S2 aralığı. A2 və S2. Deməli cavab olacaq C variantı. Keçirin növbəti sualımızın izahından. Növbəti suallar nəzəri suallardır. Keçirəm 17-ci sualımızın izahına. 17-ci sualda nə deyir? Sum B1-dən B3-ə qiymətini deyirsə, deməli mən B1, B3 aralığına baxmalıyam. B1-dən B3-ə 50, deməli 50 ilə bu 70, 60 üzərinə gələcəm, eləyəcək 130. İkinci dəyərə baxıram A3-dən C3-ə. A3 ilə baxırıq ki, baxın A3 ilə C3 aralığı buradır və bizdən minimum istədiyinə görə cavab olacaq 45 və burada maksimum B1-dən B3-ə deyir deyə, max B1-dən B3-ə də cavab olacaq 60. İndi bu dəyərləri mən demişdim ki, necə tapacağıq? Birinci halda 130, 45, 60-ı gedib cəmləmək lazımdır. Görək neçə eləyir? 130, 60 və 45-i toplayanda 13 yazaq bir yadda. Bu ümumisi eləyir 235. Deməli, mən x faizi, yəni x faizi vuracam 235-ə birinci halda 235-ə, böləcəm 100 faizə, bir dəfə bərabər eləməliyəm. Bu ədəd neçədirsə 130-a. Bir dəfə 130-a bərabər eləyəcəksiniz. İkinci halda sonra x faizi yenə vuracaqsınız 235 faizə, 235 ədəd olaraq özünə, 100 faizə bölüb bir dəfə 45-ə. Üçüncü halda isə x faizi 235-ə vurur, bölürsünüz 100 faizə. Bunu da bir dəfə bərabər edirsiniz 60-a, artıq buradan avtomatik dediyim kimi cavab çıxmış olacaq. Keçirəm, yəni burada da yenə də faizlərə özünüz artıq burada vurub rahat şəkildə tapa bilərsiniz. Belə, keçirəm növbəti sualımızın izahına. Burada 17-ci sualda, 17-də, yəni belə deyək də, mən indi göstərim burada əsas nədir? Deməli, burada 130-u deməli vururuq, 130-u bir saniyə, deməli vururam mən 100-ə, böləcəm 235-ə. Burada böləndə, vuranda eləyir 55,3. Deməli, bu təqribən 55% kimi götürmüş olacağım. Bunun biri olacaq 55%. Yenə digərini də bu formada tapmış olacaq. Burada da səhv eləmirəmsə C variantı olmalıdır. Keçirəm növbəti sual. Yəni, bu qaydanın artıq tapırsınız. Keçirim növbəti sual, 18-ci sualın izahına. 18-ci suala baxanda, deməli 18-ə də baxaq. Saniyə. Deməli 18-ci sualın da izahına baxanda görürəm ki, burada yenə də bu legendalardır. Legendalar verib bizə, legendadır bunlar. Deməli diapazonu istəyir bizdən hansı aralıqdadır? Deməli burada mən görə bilmirəm bunları. 32-dir. Bu neçədir? Kitaba baxaq. Bir saniyə görək kitabda varmı? Bunu görə bilmirəm. Burada o neçə faizdir?
Deməli, burada yox. Aha, bir saniyə ona baxım mən. Deməli burada hə, baxım bir dəqiqə orada hə, bu 42-dir, bu da 26-dır. Deməli, bura olub 42, bura olub 26, 26%. Burada olub deməli 32%. Aha. Burada olub neçə? 32% olmuş olacaq. Yenə də diapazon üzrə baxırsınız və 3 qiymətdən istifadə olunmalıdırsa əgər, deməli indi burada nəyə baxırıq? Deməli, dənə-dənə yenə də götürüb baxmaq lazımdır, hansı doğrudur. Məsələn, buradan burada baxsaq, məsələn, D2-dən D4-ə baxsaq, baxarsınız ki, 15, 13, 20. Bunu toplasanız alınmayacaq. Burada yenə də hər birinə rəqəmlərini götürüb toplamalısınız. Məsələn, 33, məsələn desəm 20 və 25. Yenə də bu formada toplayırsınız. Yuxarıdakı 17-ci misalda necə həll eləmişdimsə, həmin qaydanı yerinə yetirmək lazımdır. Lazımdır. Burada deməli Y2-dən Y4-ə götürsək, əgər Y2-dən Y4-ə götürsək 30, 20, 25 eləyir 50, deməli 30-la bu 20, 50, 53. Deməli bu da eləyəcək 25, bu da eləyir 8, 78. Deməli yenə də qayda bu olacaq ki, x faizi vuracam 78-ə, böləcəm 100%-ə, bərabər eləyəcəm. Bir dəfə məsələn 33-ə bərabər eləyirsiniz. Yenə də ikinci halda x faizi də vururam yenə 78-ə, bölürəm 100%-ə, bir dəfə də bərabər eləyəcəm 20-yə və bu qaydanın artıq üçüncüdə də artıq cavab çıxmış olacaq. 78-ə böləcəm 100%-ə, bərabər eləyəcəm 25-ə. Buradan rahat şəkildə cavabı almış olacaq. Sonra keçirin növbəti sualın izahına. Aha, deməli burada baxırıq ki, iki nöqtə arasında qalan düz xəttdən söhbət gedirsə, o düstur necə idi? Deməli belə bir düstur belə idi ki, x2-dən çıxırdı x1-i, normalda düstur bu qaydadadır. Kvadratı üzərinə gəlinsin, y2 minus y1-in kvadratı olmuş olacaq. Bura baxsaq ki, x2-dən x1-i çıxıramsa, y2-dən y1-i çıxıramsa və burada məsələn, əslində burada, məsələn, 1-dən 5-də çıxıb, 1-dən 5-də çıxıb, kvadrata yüksəltdik, yenə də cavab eyni gəlib çıxacaq. Yəni, elə də bir sıxıntılı bir misal deyil əslində bu. Niyə? Çünki, məsələn, normalda düstur bu şəkildədir. X2-dən X1-i çıxırıq, amma kvadrat olduğuna görə, baxın, burada zaten bir-birinə vuranda da, eyni zamanda burada hər iki variant uyğun gəlmiş olacaq. Baxırıq indi, D2-dən nəyə çıxırıq? Deməli, D2-dən bir saniyə D2-dən C2-ni çıxırıq və yaxud da ki C2-dən D2-ni çıxsaq da yenə də dediyim kimi, yəni bunu da yerinə yazsaz görərsiniz ki, heç bir fərq olmayacaq. Baxırıq. Ha, məsələn 1-dən 5-ə çıxıb, üzərini kvadrata yüksəltib, üzərinə gəlsəniz, tutaq ki 7-dən 11-ə çıxıb kvadrata yüksəltsəniz, cavab yenə də eyni olmuş olacaq və yaxud da ki 5-dən 1-i çıxıb kvadrata yüksəltsəniz, sonra zaten müsbət olacaq və yaxud da ki 11-dən 7 çıxıb kvadrata yüksəltsəniz, yenə də uyğun gələcək. Deməli, burada elə hər iki variant, hər ikisi də demək olar ki, uyğun gəlmiş olacaq. Deməli, keçirin növbəti sualımızın izahına, 20-ci sual. Deməli, 20-ci sualda da baxsaq, və burada A3-C3 diapazonun qiymətləri doğru göstərilibsə əgər, yenə də bizə ümumiyyətlə burada 20-ci suala baxanda 20-də baxaq görək hansı aralıq götürüb. Yenə də qiymətləri yazarıq yerinə. Əvvəla qiymətləri yerinə yazanda görürük ki, deməli burada baxırıq 12-dən 14 arasındadırsa, məsələn bu olacaq 13, bu da olacaq 7, bu da olacaq 6. Əvvəla gedib bu qiymətləri tapmaq lazımdır. 13, baxaq burada A3-C3 diapazonunun qiymətləri 13, burada 7, 6. Görək hansı olmalıdır? Burada yoxdur. Yoxdur, yəni burada 12-dir. Deməli, burada olacaq bu neçədir? Bura 5-dir. Bura 5-dən 10-un arasındadır. Bu da təxminən 5-lə 10-un arasındadırsa, gəlib bura 7 falan belə çıxar burada. 7 çıxsa, bu da 10-la 15-in arasındadırsa əgər, deməli, bura baxsaq, bura baxsaq, yenə də burada nəyə götürəcək indi? 10-la, bu da 15-dirsə, bura baxanda, indi bura baxsaq, bura 12 ilə 14 arasındadırsa 13-dür, 13-dür. Burada,
Deməli, A3, C3 diapazonunun qiymətləri doğru göstərilib. Fraqmentinə görə hansı? Hə, bir dəqiqə. A3, bir dəqiqə. A3, C3 istəyir bizdən. A3, C3. 12, 8 və 5. 5 götürüb. Deyir, A3 diapazonun qiymətləri doğru göstərilib. Elektron cədvəl fraqmentinə görə hansı diaqramda A3, C3 diapazonunun qiymətləri doğru göstərilib? A3, C3. A3, C3 deyirdi ya, 12 olmalıdır, normalda 8 olmalıdır və 5 olmalıdır burada. 8 və 5 olmalıdır. Növbəti hissəsinə də baxaq, 12 olmalıdır. Baxın burada 12 olmalıdır, 8 olmalıdır. Burada da gəlir düşür, burada təxminən 6-dan yuxarı 7-yə gəlib düşür. Yəni digər variantlara da baxaq. Digər variantlara da baxaq, görək nə deyir burada. Dəqiqə nə deyir burada? Nə deyir burada? Burada ola bilsin cavabda problem var. Nəyə görə? Mən doğru bunu kitabda da baxım, köhnə kitabda. Köhnə kitabda da baxsaq, bir saniyə. O 22-yə baxaq, bir dəqiqə.